Salam əziz dostlar. Bu gün sizinlə yenə sadə və mürəkkəb ədlər keçirik. Keçən həvəsindən 11-ci elədiyi orada məsələləri sizinlə baxdıq. Bu gün isə 12-ci məsələni, 12-ci səhifəni sizinlə izah edəcəyik. Deməli, sadə və mürəkkəb ədlər. Araşdırma müzakirəyə baxaq. 5 şirniyyatçı 13 şəkərbura bişirdi. Bu şəkərburları hər qutuya bərabər sayda bölməklə, sayda olmaqla necə yığmaq olar? 4 şirniyyatçının hər biri 13 şəkərbura bişirdi. Bütün şəkərburların hər birini bərabər sayda olmaqla neçə qutuya yığmaq olar? Bunu neçə üsulla etmək olar? Belə. Bir şirniyyatçı 12 şəkərbura bişirirsə, bu şəkərburanın hər qutuya bərabər sayda olmaqla necə yığmaq olar? Baxın, ilk öncə biz nə edirik? 13-ün bölənlərini tapırıq ki, 13-ün bölənlərini tapırıq. Baxın, yazacaq 13-ün bölənləridir. 13-ün bölənləri 1, 1-dir. Bir də elə 13 özüdür. Yəni, bu sadə bir ədəddir. Bunu ən maksimal, eyni sayda olmaqla sadə ədəd olduğu üçün, başqa ədədə bölünmədiyi üçün 13 dənə. Yəni, hər qutuya bir dənə düşəcək. Belə. 13 dənə qutuya yığmaq olur, hər qutuya da bir dənə. Diğerini 4 dənə şəkərburası 13 şirniyyat bişirərsələr biri. Bu şəkərburları hər birində eyni sayda olmaqla neçə qutuya bunu neçə üsulla etmək olar. Belə, indi yazaq bura 13 vur 4. Belə, bu üçün nə qədər şəkərburamız var bizim əlimizdə. $52'dən şəkərburamız var. 52'nin də bölünlərini yazıda tapmaq olar mənim bayaq elədiyim kimi. Bir, o üstündən tapmaq olar. Yəni ki, 52 hər bir qutuya bir dənə paylamaqdır. Və yaxud da 52'nin ən böyük bölənini tapıb, həmin ona bölüb, bərabər sayda qutulara bölmək olar. Sonra ondan bir dənə az. Bütün bölənlərini yazmaq, məsələn, 2-yə bölünür, sonra 4-ə bölünür. Birinci məsələn 2 bölür hər qutuya, sonra 4 bölmək olar hər qutuya. Baxın, bu üsullarla etmək olar. Belə. Gəlin, mən sizə sadə və mürəkkəb ədədləri izah edeyim. Sadə ədəd nədir, mürəkkəb ədəd nədir? Sadə ədəd odur ki, həm bir özünə bölünür, bir də birə bölünür. Məsələn, baxın, sadə ədədlər burada sizə nümunə verir. 29 bir özünə bölünür, bir 29'da, bir 23, bir birə bölünür, bir də özünə. Baxın, baxın bu yanlış fikirdir ki, bütün tək ədədlər sadə ədədlərdir. Xeyr, bütün tək ədədlər sadə ədədlər deyil. Məsələn, sizə nümunə çəkim. Məsələn, bir saniyə gözləyim, fikirləşim görüm hansı ədəddir ki, təkdir, amma sadə deyil. Bir saniyə fikir. Aha, məsələn, 59. Məsələn, 59. Məsələn, 59. 59 tək ədəddir, amma sadə deyil. Həm birə, həm də özündən başqa bir çox ədədə bölünür. Bir saniyə üzr istəyirəm. Deyəsən səhv edirəm. Bir saniyə, bir dəqiqə qoy. Hə, yo. 59 yox, 15. 15 sadə ədəddir. Daş tək ədəddir. Həm 5-ə bölünür, həm 3-ə bölünür, həm də özünə, həm də 1-ə bölünür. Yəni, bunlar 3-ün 5-ə bölündüyü üçün biz bunu sadə ədəd olaraq götürürük. Mürəkkəb ədəd nədir? Mürəkkəb ədəd, yəni ki, həm başqa ədədlər də bölünür dediyimiz üçün. Lap bir dənə də ədədə, məsələn, həm 1-ə bölünür, həm özünü bölünür. Lap bir dənə 3-ə belə bölünürsə, o üçün mürəkkəb ədəddir artıq. İndi baxın, məsələn, burada 2 cüzdə ədəddir, amma sadə ədədlər sırasını yazılır. Çünki 2 bir dənə özünə, bir də 1-ə bölünür. 2 az olduğu üçün. Belə. Belə birinci misalımız var. Onu da yerinə yetirək, qalanları bu səhifədədir. Belə, onda gələn dəfə izah edərəm sizə. Keçək indi birinci misalımıza. Ədədlərin sadə və mürəkkəb ədəd olduğunu müəyyən edin. Tapaq görək ədədlər sadə ədəddir, yoxsa mürəkkəb ədəddir. Məsələn, 11. 11 sinni sadə ədəddir. Çünki həm isə 1-ə bölünür, bir də özünə bölünür. 17 də həmçinin. 12 yox amma. 12 6-ya da bölünür, 2-yə də bölünür, 3-ə də bölünür, 4-ə də bölünür. 18 də yox. 18 də 8-ə də bölünür, 2-yə də bölünür, 4-ə də bölünür, 6-ya da bölünür, digər 4-ə bölünmür, yox. 6-ya da bölünür, 3-ə də bölünür. Sonra 41 amma sadədir. Sonra 34, 34 də mürəkkəbdir, 48 də onun kimi. 43 amma sadədir, 59 sadədir.
52 də mürəkkəbdir. Yadınızda saxlayın. 2-dən başqa bütün cüzdə ədədlər hamısı mürəkkəbdir. 2-dən başqa bütün cüzdə ədədlər hamısı mürəkkəbdir. Amma bütün tək ədədlər mürəkkəb deyil. Amma bütün tək ədədlər sadə deyil. Bəziləri sadədir, bəziləri yox. Məsələn 15, 25, 35, 45. Məsələn, indi 66 cütədədir. 3 cütdə olmağını bilir ki, bu mürəkkəbdir. 61 yox, sadədir. 73 də sadədir. 78 yox, sadə deyil. Sadə deyil, mürəkkəbdir. Belə uşaqlar, sizinlə 12 səhifənin sonuna gəldik. Növbəti dəfə sizinlə gələcək 13-cü səhifə. Dediyim kimi, hansısa rus dili, ingilis dili. Bir də mən kompüterdə çox yaxşı bilirəm. Rəqəmsal bacarıqlardan da sizinlə probleminiz də olsa, mən sizə yardımcı ola bilərəm. Belə, bu qədər. Gələn dəfə sizinlə də bu məsələləri həll edib, mürəkkəb ədədin sadə vuruluşunu, ayrılışını keçəcəyik. Belə, bu qədər uşaqlarım. Videonu bəyəndinizsə kanala like atıb abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. İnşallah gələn videolarda görüşənədək.